Hardayam Sultepe Çiçək qəsəbəsində bir dənə sitcin mini villacıq 8 otaqlı, 8 otaqlı plus da kreditdən. Kredit. Nə verərlər heç sən? Vallahi bugünkü gündə kreditdən bu boyda ev eşiyi, plus 2 dənə kirayəşin olan ev eşiyi, aylıq gəlir gətirən evi heç kim vermir. Yolun qırağı oradır. Məktəbə burdan 250 metr məsafədir. Məktəbə belə boylanırsan görürsən, bağça, poliklinika hamısı var. 159, 155, 156 hamısına yaxın. Nevdən tanış olar. Bura 6 qarajdır. Qaraj kim nəzərdə saxlayıb? Bax buranın. Bura hamam sanuzeldir. O padvalı var. Qazı, suyu, işığı, mərkəzi kanalizasiya hamısı var yaşayış üçün. Yox ki tanış olar. Burada bir dənə kirayə otağıdır. Onu göstərməyəcəm. İçində hal-hazırda yaşayan var. Burada bir dənə də kirayə elə bir 2 dənə kirayə. 2 otaq bir, 2 otaq bir. Və zal studiya bir dənə burada otaqdır. Kombisini hər mərtəbənin özünə aid mətbəx mebeli, burada da kirayə verilən otaqdır. Nüharəsi aylıq gəlir gətirirdi. 200 manatdan kirayə verəndə hər 2 ev 400 manat. Bunu da rahat 600 manata, 500 manata kirayə vermək olar. Yəni istəsə özünüz yuxarıda yaşayıb aşağılara kirayə də verə bilərsiniz. Yəni bu qiymətinə görə, şəxsi evə görə əla variantdır. Aşağıda da hamam sanuzeli var. Bir dənə hamam sanuzeli ilə tanış olun. Yuxarıda amma tam təmirdir. Bax qalxaq ikinci mərtəbədən tanış olaq. Qalxdıq ikinci mərtəbəyə. Baxın, burada bir dənə hamam sanuzeldir. O da tam təmirdir. Elə bir stadionda duş kabinasına qədər var. Burada da bir dənə yataq otağı. Görürsünüz, ölçülər yaxşı. Kombi radiatoru. Otağın ölçüsü geniş. Ölçülər yaxşıdır. Qiyməti hamısından yaxşıdır. Bura zaldır. Zalın ölçüsü yaxşıdır. Qiyməti haqqında da məlumat verim. Sonra ofis otağı ilə tanış edeyim. Qiyməti. Nə az, nə çox. Nə 81-ə zada verər? Kreditdən 85 min manatdır. 47-48 əvvəlcən verirsən, elə bil yarı pul. Ofis qiymət düşəcəksən 85 minə. Amma nəqdi endirim də var. İlk ödənişin çox açıq, məsələn üçün 55 min versin, 60 min versin. Ofis qiymətdə endirim də var. Yəni nə qədər çox versin ilk ödəniş, o qədər hər iki tərəfə də xeyirdir. Onun da yaşayacaq sənin işin. Zalın ölçüsünə bax. Ölçülər çox gözəldir. Yəni yuxarıya 1 manat da pul qoymağa ehtiyac yoxdur. Bir dənə ofis otağından da tanış olaq. İşıqlar yanmır. Ölçülərə bax. Ölçülər yaxşıdır. Pəncərəsinin qabağı boşdur. Baxın. Qiymətinə görə valla çox gözəl variantdır. Yəni bu qiymətə bugünkü gündə Sultepe Çiçəkdə, yeri gözəl yerdə şəxsi tikili ev tapmaq çox çətin məsələdir. Bir dənə mətbəxi ilə tanış olaq. Valla bu qiymətə əla variantdır. Burada mətbəxdir. Mətbəxin ölçüsünə bax. Mətbəx öldü təzə, yaxşılardan qoyulur. Burada oturdun, çayı çörəyi yedin. Yəni bu qiymətə görə yuxarısı asma, tavanlı. Bax buradan hər yanı nəzarət edə bilirsən. Bax. Kim gəldi, kim getdi. Plus balkon da var ha. Balkonu bilmədim oradan çıxış var, amma balkon da var. Balkona o yataq otağından, bayaqki yataq otağından çıxışı var. Yəni bu qiymətə görə ideal variant. Yəni bugünkü gündə belə bir ev tapmaq kreditdən qeyri-mümkün kimi bir şeydir. Qeyri-mümkün kimi bir şeydir. Əlaqə saxlayın inşallah. Fikri real olan, qəti olan əlaqə saxlasın. Tez vaxtda yoluna qayğını salın.